Salam dostlar, Biznes TV-də Kripto Lab layihəsidir. Sizinlə mənəm, Elnur Quliyev. Keçən verilişimizdə sizinlə kriptovalyuta haqqında ümumi məlumat vermişdik. Kriptovalyutalarda necə qazanaq, kriptovalyutalarda qazanc əldə etmək üçün hansı üsulları əl etək və yaxud da ki, kriptovalyuta seçərkən hansı faktorlara diqqət etmək lazımdır. Odur ki, yaxın əyləşin, bu barədə danışacağıq. Kriptovalyutalarda qazanc əldə etməyin 4 əsas üsulu var. Birincisi, investor strategiyasıdır. Bu o deməkdir ki, siz kriptovalyutanı alırsınız, gözləyirsiniz, bahalaşanda sataraq bazardan çıxırsınız. Lakin bunun üçün sizə ilkin kapital lazımdır. İkincisi, trader strategiyası. Trader strategiyasının əsas mahiyyəti ondan ibarətdir ki, siz müəyyən kapital ilə kriptovalyutaların məzənnə fərqində qazanc əldə etmək olursunuz. Lakin bunun üçün sizin maliyyə və texniki bilikləriniz olmalıdır və siz gündəlik olaraq trendi izləməlisiniz. Bu sahədə qazanmaq üçün siz həftəlik, aylıq, gündəlik olaraq siz qazanc əldə edə bilərsiniz. Üçüncüsü, kriptovalyuta miningi. Əgər siz kriptovalyutanı birbaşa bazarlardan almaq yox, özünüz istehsal etmək istəyirsinizsə, siz xüsusi avadanlıq almalısınız, müəyyən texniki bilikləriniz olmalıdır və elektrik enerjisi ucuz olan və təbii soyutması olan bir məkana sahib olmalısınız. Lakin bu bir uzun müddətli prosesdir. Bunun üçün müəyyən IT biliklərə sahib olmalısınız. Dördüncüsü, airdroplardır. Airdroplar kriptovalyuta şirkətləri tərəfindən sizin sosial şəbəkələrdə aktivliyiniz müqabilində verilən pulsuz kriptovalyutalardır. Bu qazancın əsas özəlliyi ondan ibarətdir ki, siz investisiya etmədən sadəcə əgər bu sahə ilə maraqlanırsınızsa, kapitalınız yoxdursa, burada qazanc əldə edə bilərsiniz. Bunun üçün xüsusi saytlarda xəbərləri izləməlisiniz. Müəyyən kriptovalyuta şirkətləri sizin sosial şəbəkələrdə etdiyiniz hərəkətlər, onlar haqqında yazdığınız rəylərə görə sizə pulsuz coinlər verirlər və bu coinlər zaman keçdikcə kriptovalyuta birjalarına çıxır və bu birjalarda dəyər qazandıqca siz də qazanc əldə etmiş olursunuz. Bir çoxlarını maraqlandıran əsas suallardan biri də odur ki, qazanc əldə etmək üçün kriptovalyuta seçərkən hansı faktorlara diqqət etmək lazımdır? Bunun üçün sizə 3 özəl faktora qeyd edəcəm. Birincisi, kriptovalyutanın bazar kapitalizasiyası. Bazar kapitalizasiyası deyəndə ilk növbədə bunu anlamalısınız ki, burada bir coinin qiymətinin onun ümumi sayına vurduqda alınan bir rəqəmdir. Buna kriptovalyutanın bazar kapitalizasiyası deyirlər. Bu o deməkdir ki, bazar kapitalizasiyası 500 milyon dollardan daha çox olan kriptovalyutalara diqqət etsək daha yaxşı olar. Çünki əgər qiymət bazar kapitalizasiyası çox olarsa, o həmin kriptovalyutaya qiymət spekulyasiyası daha az olacaqdır. İkincisi, kriptovalyutanın sayı. Hər bir kriptovalyuta yaradılarkən onun emissiyası müəyyən limitdə olur və sayla məhdudlaşdırılır. Odur ki, kriptovalyuta seçərkən onun sayına diqqət edin ki, sayı nə qədər az olarsa, gələcəkdə onun artım tempi də bir o qədər çox olacaqdır. Üçüncüsü, kriptovalyutaların missiyası. Hər bir kriptovalyuta yaradılarkən onun bəlli bir missiyası olmalıdır. Yəni, hər hansı bir sosial, iqtisadi, texniki bir problemi həll etməlidir. Həmin kriptovalyutanın qəşəng komandası olmalıdır və həmin layihənin internetdə olan saytı və yaxud da ki, sosial şəbəkələrdə məlumatlar açıq olmalıdır ki, siz baxıb həmin kriptovalyutanı analiz edə biləsiniz ki, bu gələcəkdə hansı missiyanı yerinə yetirir və sizi uzun müddətli mövqedə qazancınıza müsbət mənada təsir edəcəkdir. Kriptovalyutaların verdiyi qazancla bağlı sizə çox maraqlı bir fakt göstərmək istəyirəm. Budur, sizə göstərdiyim cədvəldə kriptovalyutaların top 20-də olan və onlar içərisində ən populyar 8 kriptovalyutanı görürsünüz. Bunlar son 5 ildə qiymət fərqinə görə verdiyi gəlirlər cədvəldə göstərilmişdir. Hətta orada onların arasında seçilən daha 2 valyuta BNB və Solana digərlərindən kifayət qədər fərqlənir və sizin də gələcəkdə qazancınıza minimal investisiya ilə gələcəkdə daha çox qazanc əldə etmək imkanı yaradır. Sizə bir məsləhət verim. Kriptovalyuta sektoru elədir ki, hamı burada qazanmaq istəyir. Amma sizin kifayət qədər biliyiniz yoxdursa, çalışın elə məbləğ qoyun ki, bu məbləği itirəndə peşman olmayasınız. Burada dayanırıq. Növbəti verilişimizdə kriptovalyutaların alğı-satqı üsulları və mövcud risklər barədə danışacağıq. Hələlik.